Salam uşaqlar, 1 fevral hədəf kursları buraxılış sınağı 8-ci sinifə baxırıq. Deməli, 57-ci sualdan başlayaq. Cəmi 12 olan iki natural ədədin hasili ən çox neçə ola bilər? Əgər iki ədədin cəmi verilibsə, hasilin mümkün qədər böyük olması üçün gərək ədədlər bir-birinə çox yaxın olsun. Yəni bu halda 6 və 6 olan halda mümkündür. Cavab o zaman 36 alınır, A variantı. Digərlərini də yoxlaya bilərsiniz. Məsəl üçün 5 ilə 7, 4 ilə 8. Bax bunlarda yoxlama aparsaq 35, 32. Hasillər 36-dan daha kiçik olacaq. Ona görə cavab A. Perimetri 40 olan rombun iti bucağı, perimetri 40 olan bir rombdan danışırıq. Perimetri 40 demək bunun tərəfi 10'dur. Bunun hər birinin tərəfi 10'dur. İti bucağı 30 dərəcə olarsa, iti bucağına da bir dənə 30 dərəcə yazdıq. Onun hündürlüyünü tapın. Bir dənə hündürlüyü çəkirik. Hündürlüyə baxırıq ki, 30 dərəcəli bucağın qarşıdakı katet olmuş olur. 30 dərəcəli bucağın qarşıdakı katet hipotenuzun yarısıdırsa 5. Cavab C variantı. Ən böyük iki rəqəmli cüt ədədin ən böyük iki rəqəmli cüt ədəd 98-dir. Həmin ədədin 7/1 hissəsini tapırıq. 14 cavab D. Növbəti suala baxırıq. Katetlərinin uzunluqları 9 və 12 olan düzbucaqlı üçbucaqda Pifagor teoremindən istifadə edirik. 9, 12, hipotenuz 15 olur təbii ki. Necə tapırıq hipotenuzu? X bərabər kök altda 9'un kvadratı topla 12'in kvadratı. Olur 15. Buradan da perimetr təbii ki 9, 12, 15'i toplayırıq. 36 cavab E variantı. Çoxədədinin dərəcəsi dərsi. A çoxədədinin dərəcəsi 8 isə 12A çoxədədinin dərəcəsi yenə də 8 olacaq. Çünki əmsal neçə olursa olsun dərəcə eyni qalmalıdır. B çoxədədinin dərəcəsi 2 isə 5B'nin dərəcəsi 2'dir və çoxədədinin dərəcəsini hesablayarkən böyük dərəcəni seçmək lazımdır. O zaman cavab 8 B variantı. İki tərəfin uzunluğu 2 və 12 olan üçbucağın üçüncü tərəfin uzunluğu gərək bu tərəflərin cəmindən daha kiçik qiymət alsın, yəni 14-dən kiçik olsun. Fərqi olan 12 çıx 2, 10-dan isə böyük olsun. Yəni bu tərəf 10-dan böyük, 14-dən kiçik olmalıdır. Ən kiçik tam qiymət isə 11 olacaq. Cavab E. 5%, 63-cü sualda 5% 30 olan ədəd tapırıq. Yəni bir ədəd var ki, o ədədi %5'ə vuranda cavab 30 alınmış. O ədəd hansı ədəddir? X bərabər 30'u vururuq 5'də 100'ə. Yəni 5 ilə 100 də ixtisar geçsələr 20 qalır. 30'da 20'yə vurursan cavab edir 600. Cavab A variantı. Düsturu tamamlayırıq. A kubu çıxılsın B kubunun düsturu. Amma burada variantlara diqqətlə baxsaq, burada köməkçi düsturlardan söhbət gedir. A kubu çıx B kubunun köməkçi düsturu B variantı eləyəcək. A çıx B'nin kubu toplansın 3 abi mötərizədə A çıx B. Əgər A kubu topla B kubunun düsturu lazım olsaydı, o da A variantı idi. A kubu topla B kubu. C şəklində bir düstur yoxdur. D variantdakı şəkildə bir düstur yoxdur. E'də də yoxdur. Və A və B, bax bu variantlar A kubu topla B kubu və A kubu çıx B kubunun köməkçi düsturlarıdır. Əzbər yadda saxlayın. Keçirik 65-ci suala. Ştrixlənmiş hissə nəyi ifadə edir? Baxıram ki, ştrixlənmiş hissə ancaq B-yə aiddir. Amma B-dən nəsə çıxılıb. O çıxılan hissəni tapmaq lazımdır. O çıxılan hissə də A ilə C-nin kəsişməsidir, görünür. O zaman B-dən A və C-nin kəsişməsi çıxılıbmış. Baxırıq 66-cı suala. Adi bir kəsir hesablamasıdır. 3'ü 2'də 1'ə bölmək, 3'ü 2'də 1'ə bölmək, 3'ü 2'də 1'in tərsi olan 2'yə vurmaq deməkdir topla. 2'də 5'i 2'yə bölmək, 2'nin tərsi olan 2'də 1'ə vurmaq deməkdir. Buradan nə alınır? 6 üstə gəlinsin. 4'də 5. 4'də 5 də nədir? 1 tam %25'dir. 6 üstə gəlsin 1 tam %25. Yəni cavab 7 tam %25. Və bizdən nə soruşur sualda? Tam hissə. Bu ifadənin, yəni bu ədədin tam hissəsi C variantı 7 olacaq. Standart şəkildə yazılışının tərtibi 9 olarsa A hansı ola bilər? A vurulsun 10 üstü 8 ədədi standart şəkildə yazılanda cavab 9, yəni qüvvət 9 olubmuş. Yəni ki, bu ifadə, yəni bu A ədədini, bu ifadəni standart şəkildə salmaq üçün qüvvəti bir dəfə böyüdüblər. Qüvvəti bir dəfə böyütmək üçün demək vergül bir vahid sola keçibmiş. O zaman A'ya baxırıq ki, hansı ifadədə vergül bir vahid sola keçsə, 1 ilə 10 arasında cavab alaram. Baxıram ki, uyğun gələn variant yalnızca A variantıdır. A variantda vergül bir vahid sola keçsə, 2 tam %31, 2 tam %31 də 2 tam %31
1 ilə 10 arasında olmuş olur. Ona görə cavab A variantı. Növbəti sual 68. Surəti 23 olan neçə düzgün olmayan adi kəsir var? Surəti 23 olan. Surəti 23 olan və düzgün olmayan kəsir. Yəni 1-də 23, 2-də 23, 3-də 23. Bu ardıcılıq ta ki gedəcək, ən son 23-də 23-də bitəcək. Çünki 23-də 23 də düzgün olmayan kəsirdir. Və neçə dənə belə kəsir olmuş olur? Birdən başlayıb 23-də bitirdimsə 23 dənə belə kəsir olmuş olur. Diqqətli olun, cavab 22 deyil. O məxrəcli olsaydı olacaqdı. Ona görə cavab C. Növbəti sual natural ədədlərdən sadə bir sualdır. Surəti açaq. AB ədədi açılışda 10A toplansın B olur. Topla BA ədədi açılışda 10B toplansın A olur. A üstə gəlsin B. Surətdə də 11, yəni 11A topla 11B olduğunu görüb 11-i ortaq vuruq çıxartsaq, mötərizədə A üstə gəl B qalsa, sonra A üstə gəl B'lər ixtisar getsə cavab olur 11E variantı. 70-ci suala baxırıq. Üçbucağın orta xəttlərinin uzunluqları cəmi 20-dirsə, orta xəttlər də tərəflərin yarısı qədərdir. Orta xəttlərin uzunluqları cəmi 20-dirsə, təbii ki, perimetrdə bunun 2 qatı 40 olmalıdır. Yəni orta xəttlərin cəmi də perimetrin yarısıdır deməli. 71-ci sual 15 elementli A çoxluğunun bütün alt çoxluqlarının sayı. Bilirik ki, alt çoxluqların sayı 2 üstü n düsturundan hesablanır. Yəni 2 üstü 15. Yəni cavab B variantı. Növbəti sualda da baxırıq ki, bir paralellik var. Bettanı çarpaz bura köçürsək, alfa, beta və 60 dərəcə bir düz xətt üzərində olmuş olur. Alfa topla beta topla 60 bərabər 180 olursa, alfa topla beta bərabər 120 dərəcə olacaq. Bir bunu belə tapa bilərik. Və yaxud 60-ı uyğun bucaq olaraq bura köçürsək, 60-ı uyğun bucaq olaraq aşağı köçürsək, yenə 3 bucağın bucaqları cəmi 180 dərəcə eləcək. Yenə də alfa topla beta 120 dərəcə olmuş olacaq. Növbəti suala baxırıq. Usta perimetri 36 sm olan kvadrat şəkilli teldən, demək kvadrat şəkilli bir tel var, perimetri 36-dır. Kvadrat şəkillidirsə, demək bunun bir tərəfi 9 olacaq. 36-nı 4-ə bölürəm, bir tərəfi 9. Həmin teldən bərabər tərəfli 3 bucaq düzəldir. O düzəltdiyi 3 bucağın da tərəfi 12 olacaq. Bizə deyir ki, 3 bucağın bir tərəfinin uzunluğu kvadratın bir tərəfinin uzunluğuna neçə santimetr çoxdur? 12-dən 9 çıxırıq, 3 santimetr çoxdur. Cavab 3. Keçirik növbəti suala. Sinifdə 24 şagirdin 4də 1 hissəsi ingilis dili kursuna, qalan şagirdlərin yarısı rus dili kursuna gedir. Demək 24-ü 4də 1-ə vururuq, bərabər edir 6. Demək 6 şagird gedir ingilis dili kursuna. Neçə şagird qaldı? Qaldı 18 şagird. Deyir ki, bu 18 şagird də yarısı, yəni 2də 1 hissəsi 9 nəfər. Gedir rus dili kursuna. Əla. Neçə nəfər rus dili kursuna gedir? 9 nəfər. Cavab 9. 75-ci sualda sinifdəki şagirdlərin orta balını hesablamaq lazımdır. Sinifdə baxırıq, bunları toplasan görürsən ki, 25 dənə şagird var. Orta balı toplayanda da balların cəmini sinifdəki şagirdlərin sayına bölmək lazımdır. Balların cəmini hesablayanda isə belə hesablayırıq. 3 nəfər 2 alıb. Yəni 3 vurulsun 2. Topla 5 nəfər 3 alıb. Yəni ki, 5 vurulsun 3. Ballar cəmi 15. Topla 6 nəfər 4 alıb. 6 vurulsun 4. Topla 11 nəfər 5 alıb. 11 vurulsun 5 və bunu bölürük şagirdlərin sayına. Surəti hesablasaz görəcəksiniz ki, cavab 100 eləyir. 125-ə bölürük. Orta qiymət 4 olacaq. 76-cı sualda bir düz xətt üzərində 7 nöqtə qeyd olunubsa, alınan şüaların sayı, bax 7 nöqtə qeyd olunub, bax qeyd edirəm 7 nöqtəni. 6 oldu, düzdürmü? Bir dənə də buradan 7 olsun. Hər nöqtədən bir sağa, bir sola 2 dənə şüa çıxır. Elə deyilmi? Deməli, şüaların sayını tapmaq düsturu 2n-dir və 14 dənə şüa alınır. Əgər desəydi ki, parçaların sayını tapın, onda n vurulsun, n çıx bir bölgü düsturundan istifadə edəcək. Parça sayı düsturu budur, şüa sayı düsturu budur. Cavab 14. Verilənlərdən hansı tam cəbri ifadədir? Tam cəbri ifadələrin məxrəcində dəyişən olmamalıdır. Dəyişən varsa tam cəbri ifadə deyil. 2-yə baxırıq, 2 tam cəbri ifadə ola bilər. 3 tam cəbri ifadədir, 4 tam cəbri ifadədir. Hansılar? 2, 3, 4. Cavabı 2, 3, 4 deyə kodlaşdıracaqsınız. 78-ci suala baxırıq. Məxrəci 4 olan adi kəsirlərin cəmini tapın. Məxrəci 4 olan adi kəsirlər, düzgün adi kəsirlər. 4də 1, 4də 2, 4də 3. Bunları da cəmi eləyir 4də 6, o da bərabərdir 1,5. Tərəfləri 2 və 7 olan, paralleloqramın bir dənə paralleloqram çəkirik. Bu paralleloqramın tərəfləri 2 və 7-dir.
Deyir ki, iti bucağın tən böləni böyük tərəfi hansı hissələr ayrılır? İti bucağın tən bölənini çəkirik. İti bucağın tən bölənini bu şəkildə çəkdik. Və alfa və alfa olaraq tən bölən ayrılsa, yəni 2 dənə bucaq ayrılsa, çarpaz bucaqları qeyd etsəm, yuxarı sol bucaq da alfa olmuş olur. O zaman burada bir bərabər yanlı 3 bucaq alınırmı? Alınır. O zaman burada 2, 7-dən də 2-ni çıxsaq, digər tərəfdə 5 olacaq. Hansı hissələrə ayırır? Cavab 2 və 5. 80-ci sualda 40% xeyirlə 210 manata satılan mal, 40% xeyir deyəndə, yəni 140% nəzərdə tutulur. 140% əgər 210 manatdırsa, 20% ziyanla neçəyə satılardı? 20% ziyan da ki, 100%-dən 20% çıxanda 80% edir. 80% ilə x manata satılardı. Satış qiyməti neçə manat olur? X soruşur. Və burada görürük ki, düz mütənasibliyi var. Çarpaz vurma eləyəcək. 140x bərabər 210 vur 80. X-i tapmaq üçün nə etməliyik? 80-i 210-a vurub 140-a bölməliyik. 140 ilə 210 ixtisar getsə 70-ə. Yuxarıda 3, aşağıda 2 qalar. 80-i 2-yə bölsək 40, 3-ə vursaq 120. Demək 80% ilə, yəni 20% ziyanla 120 manata satılardı. Cavab 120. 81-ci sualda düzbucaqlı, üçbucaqlı hipotenuza çəkilən median ilə hipotenuza bir dənə median çəkilir. Düzbucaqlı, üçbucaq, bir dənə hipotenuza median çəkilir. Və biz bilirik ki, hipotenuza çəkilən median hipotenuzun yarısına bərabərdir. Əla. Hipotenuza çəkilən median, hipotenuz ilə çəkilən median, hipotenuz arası bucaq 80 dərəcə. Bu təpə bucağı burada yaxınlaşdıraq. Kiçik iti bucağı tapın. Yaxınlaşdıraq. 80 dərəcə olacaq. Bərabər yanlı üç bucağı görürüksə, 180-dən 80 çıx 50 bu yana, 50 də bu biri tərəfə qalacaq. Demək, iti bucaqların biri 50-dir. Düz bucaqlı, üç bucaqda iti bucaqların biri 50 olsa, digər iti bucaq da 40 dərəcə olur. Bizə deyir ki, kiçik iti bucağın dərəcə ölçüsünü tapın. Yəni, cavab 40 dərəcə. Bununla da bütün suallar bitmiş oldu. Ümid edirəm ki, faydalı olmuşdur. Sağ olun.